Tamam qoy. Beziniz olsun. Uşaqlarım biri burada, biri qaynanam gildə. Birini azdırmışam. Gəlmədi biri bura. Nənəsi ilə babası ilə qalmaq istədi. Yoxdur, əfəndi, yoxdur. Benim. Ya, getmədi. İngilizcə olmaz. Olar. Yadınızda saxlayın ki, insanı kim çox istəyirsə, ondan ona əziz də olar, doğma da olar, hər şey olar. Pərviz, təşəkkür, Yadigar, təşəkkür. Çox sağ ol, Yekiş xanım. Axşamınız xeyir. Mən həmişə demişəm, mənim üçün bu həyatda qan bağı vacib deyil, mənim üçün əsas can bağıdır. Niyə? Çünki vallahi billahi mən çox istəyənlərin 99,9%-in heç biri ilə mənim qan bağım yoxdur. Amma məni o qədər çox istəyirlər ki, yeri gəlsə mənim üçün canlarını da verərlər. Bəli. Yaxşıdır. Paxıllıq necə olacaq? Büzüşmə. Büzüşmüş. Qanın şirindir. Olar. Biri mən tanımasam da can. Noşi, çox sağ ol. Deyib biri sən Rafo. Desəm Rafo, məni öldürürlər, gəl vertolyotla gələrsən. Məni o qədər çox istəyirsən. Salam, çox sağ olun uşaqlar. O mənim rəfiqəmin anasıdır. Bayağı Sevgili xalanın nəyəm anadır, çox adam soruşdu. Çox sağ olun. Çox özünüzdən razısınız, canım yanmasın. Niyə də razı olmamalıyım ki? Orada başladım, neçə saatım. Lala xanım, mən o doğma söhbətindən zəhləm gedir. O sualı mən verməyim. Atamdır, bilin, qurtardı, getdi. Salam. Çox sağ ol, Türkan. Mən əslində uşaqlar burada qonaq sayılmıram. Bura mənim elə bir ki, ikinci evimdir. Əməliyyat da burnum. Evliyəm. Bura mənim elə bir ki, ikinci evimdir. Elədir ki, var. Bəli, privet. Məsələ yaraşmışsa razı olma, çox sağ olun. Mən özümdən razı deyiləm uşaqlar, elə deməyimə baxmayın. Prost elə yazanlara acıq olaraq elə deyiləm. Mən həmişə Ayda xanım demişəm ki, mənim bir dənə rəfiqəm var, 6 illik. Mənə o qədər doğma can bir, belə elə bilirəm ki, elə qan bir. Axşamınız xeyir olsun. Yolaşında deyiləm, zonadayım. Qəssab, təşəkkür eləyirəm. Həmişə demişəm, даже bunu qayda edib kimsə paylaşmışdı da hansısa səhifələr. Qaynım, haycan. Yox, Sevgili xalası. Yox, Allah'a istəmirəm. Mənim heç vaxt rəfiqəm olmayıb uşaqlıqdan, heç vaxt. Getmədik, həyatımı inti eləmişik. Qəssab, təşəkkürlər. Sən haradaydın, ha? Divan yanında. Oranı üç gizlənmişdim. İşdətdə ora. Yox, qaynanam gildəydim. Qəssab, təşəkkürlər. İndi gəlmişəm rəfiqəm girə. Günay, indi də sən soruşacaqsın. Habil, Qəssab, təşəkkür. Nə yazmışdı, görmədim. Əl qonağımız oldu. Sən özün bilirsən, gözəlsən. Əvvəl bilmirdim, Dalyan, amma 33 yaşımdan sonra bilirəm. Vallahi. 33 yaşımdan sonra bilirəm ki, mən gözələm. Əvvəl özümü sevmirdim. Gözəlliyimin fərqində deyildim. Dəyərimin fərqində deyildim. Habil, təşəkkür eləyirəm. Tıqlarına baxaq. Hələ baxmırıq uşaqlar. 1 milyon tamamında baxacağım. Kimin ən çox tık olsa
bugün parfüm də hədiyyə. Çünki 33 yaşda müdrikləşmişəm, belə deyim. Çox dəyişmişəm mən. 92-yəm. Çox sağ olun. Çok güzel bir şeydi. Siz laf çok sevirəm. Can Türkan xanım çok sağ olun. Kuzum, ne xoş sənə ki, kuzum, sənin o şeyi sən yaza bilirsən, dilbə gətirə bilirsən. Sən gör ürəyin necə gözəldir. Ki bir xanım olaraq başqa xanıma gözəl deyə bilirsən. Bunu hər adam bacarmır yəni. Qalxdığı üçün bəzən olur ki, danışdığım momentdə gəlir, gedir, görmürəm ona görə. Axşamınız xeyir. Rəfiqəm gildəyəm. Çox səliqəli, maraqlı yayımınız var. Təşəkkürlər. Çox sağ olun Hümay xanım. Təşəkkür edirəm. Çox sağ olun. Qış südü can dərmanı. Bu həyatda heç kimin evinə acından getmir uşaqlar. Şükür Allah.